kaldırın bir. Kız bu krestonu neyinir? Kolları yukarı kaldırın. İlk bezete kaydı. Hareketi. Allah rəhmət eləsin, yaxşı kişiydi. Rədd elə geçsin. Al görüm. İstemiyorum, içmiyorum. Al, al iç. Salam. Salam. Bu nədir belə? Hardan tapıbsan? Rəşidindir. Heç bilirsən nə qədər kitabı var? Özü də hərəsindən 2 dənə. Elə niyə? Nə bilim, deyir bir uşaqların biri də ədilənin. Bu yaxınlarda o Henry abinə yazılıb. Heç bilmirəm bu qədər vaxtı hardan tapırıq. Vaxtın bura nə dəxli? Necə nə dəxli? Bir dəfə Drayzerə abunə yazılırdıq. Düz bir həftə atamla mağazaya gedib gəldik. O qədər vaxt itirdik ki. Deyirəm də, uşaqsan eləsən. Elə bilirsən hamı növbəyə dayanır. Salam. Salam. Hoş gördük. Evdəniz də necədir? İndi yaxşıdır Tahir. Həkimlər söz verib ki, bir həftəyə çıxsın. Balıq oğlansa bildiniz? Motorları güclüydü. Yine çıktılar aradan. Dünən düz 60 balık saydık. Hamısında qarnı yarıq. 100 kiloya yaxın kür aparıblar. Yaxşı, sağ ol uşaqlar. Sağ ol. Hələlik. Hələlik. 100 kiloya. Kilosunu lap 20 manatdan versələr gör nə qədər pul eləyir. Amma biz manat yanıq. Nə qədər varımızdır? 30 manat. 30. Bütün gün uşaqlarla evdə tək qalır. Darıxmır görəsən? Hadi. Ne edirsiniz burada? Sizin kitabınızı gətirmişəm. Benim kitaplarım kurbandır sana. Doğrudan yani 2 güne bu boyda kitabı okuyup kurtarmışsın ha? Əgər inanmırsınız, hansı yer nə istəyirsiniz deyin, danışım sizə. Yo, ne aram, ne için? Nazım, sen ne diyorsun? Salam Mələkim. Ha, Külaf rəngini rəngləyib qutardım. Hasar qalıb. hasar lazımdır. O ağacı kəsin getsin. Düşün bacı kızı, heyifti o ha. Böyle güzel ağacı. Aa, Rəşid! Hadi, sana deyirlər kes de. Göz verdi, ışığı vermedi bize bu ağac. Uzaqdan belə gözəl görsən, ged yaxından bax, milçək yuvasıdır. Daha da darman qalmıyor, sürtməyim. Kömək eləmir. Kes getsin. Hadi, yaxşı hadi. Nahaq kəsdiz ağacı, heyf. Gör nəyə heyfi gəlir. Məncə belə sərv ağacları bütün təbiəti milçəklərdən xilas eləyərdi. Yox o. Gərək bu barədə jurnallardan birinə yazaydınız. Gəlin bir yerdə yazaq da, siz yazın, biz keçirik. Gecdi də, ancaq hörmətli Rəşid. Əgər bu barədə yazsaydınız, xeyli qonorar alardınız. Nə? Pul, gəlir əldə eləyərdiniz. Bizə artıq pul lazım deyil. Alın tərimizlə qazandığımız bəsimizdir. Qonşu zarafat eləyir. Yaman zarafətçi oldu. Əzəllər. Qonşu! Gəl mehribançılıq eləyək. Hə? Mən sizə neynəmişəm ki, belə deyirsiniz? Gəlib gedmirsiniz də. O biri qonşular səhərdən axşamacan lövbər salıb otururlar bizim evdə. Söhbət eləyirik, televizora baxırıq, televizorumuz rənglidir. Amma siz o, nədir, şəhərə gedəndə də, elədə adı, avtobusla gelirsiniz. Gülkün maşını yanıb qapının, hə, da. Gülkün maşını yanıb qapının ağzında. Hə. Onsuz da mən bu yolu gedib gəlirəm. Səhər o yana, axşam bu yana. Bunu mənim üçün bir siz soğuyur. Doğrusu, avtobusla getməkdən özümün xoşum gəlir.
Tanış bilişə rast gəlirsən, ya da yeni yol yoldaşı tapıb çənə söhbət edirsən. Tahir, bura gəl görüm. Salam. Təbrik eləyirəm. Çox sağ olun. Ha? Deyəsən evi təmir eləyirsiz. Biz yox, Rəşid əmi. Ben balı sahmana saldırırdım. Dedim ki bunlarınkine de bir el gezdirsinler. Konuşup belki de kömür eriyeser. Ama darıxmayın. Kurtarandan sonra göndereceğim ustaları sizin bağınıza. Lazım deyil. Minnətdarım. Ondan Kamil əminin xoşu gəlmir. Baxıllığından. Rəşid təzə köçüb bura, hamı onun xətrini istəyir. Dostluq eləyirlər. Çünki yaxşı adamdır. Deyil, Mamidə kömək elədi, təzə maşın alsın. Sonra xalan quyusundan asos tapdı. Hamına yaxşılıq eləyir. Görərsən, buranı bir düzəltdirəcək ki. Amma sənin Kamilin səhərdən axşamacan çap eləyir. Sənət tapıb özünə. Nəyi pisdir ki? Nəyə yaxşıdır ki? Acından gün orta durur. Amma Rəşid, heç onları müqayisə eləmək olar. Ağac delən də elə bil, səhərdən axşamacan, tak. Salam Kamil əmi. Salam Tahir, xoş gəlmisən. Keç içəri. Keç görək. Nailə? Salam. Salam. Tanış ol. Bu mənim dostumdur. Çox şadım. Tahir, bu da mənim nişanlım. Yox, arvadım. Hələ dilim öyrəşməyib. Hə, necədir? Xoşuna gəlir? Hə, çox. Gidin bir şey hazırlayayım. Keç əyləş.